Deməli, gənclər 14-cü suala baxırıq. 14-cü ədədin rəqəmlər cəmi 23-ə bölündü. Bu ədədin kvadratının 3-ə bölünməsindən alınan qalıq tapın. Biz bilməliyik ki, elə ədədin rəqəmlər cəmi 23-ə bölündü. Görək hələ bu 3-ə bölünsə qalıq neçə qalar? O zaman 23-ü 3-ə bölürük. Görürük ki, qalır 7, qalıqda da qalır 2, düzdür? İndi ədədin kvadratı deyir axı. O zaman qalığı kvadrata yüksəld elə. 2-nin kvadratı eləsin 4, 4-ü də 3-ə böl, qalıqda qalacaq 1. Doğru cavab A variantı. Sonra keçirik növbəti 15-ci suala. Deyir, bölən 7, natamam qismət 6, qalıq 5 olursa bölünəni tap. Bölünəni tapmaq üçün yadınızda saxlayın. Böləni natamam qismətə vurub, üzərinə qalıq əlavə edirik. Yəni 6-nı 7-yə vurub, üzərinə 5 gəlirəm, eləyir 42 da 5, 47. Sonra keçirik növbəti sualın izahına, gənclər. 16. Deyir, 2 rəqəmli ədədi üçün AB bərabər 9 vurulsun AB. Baxın, gənclər, biz burada nə etməliyik? Əlbəttə ki, bunu mərtəbə vahidlərinin yazı şəklində açmaq lazımdır. Bunu açaraq nə edəcəyik? Baxın. Olacaq buradan 10A plus B bərabərdir 9A plus 9B'yə. İndi A'lar bir tərəfə, B'lər bir tərəfə. Buradan olacaq 10A çıxılsın 9A bərabərdir 9B çıxılsın B. İndi buradan eləyir A bərabərdir 8B'yə. Gənclər, siz bilməlisiniz ki, üzərində xətt, əgər bir hərfin üzərinə xətt qoyulubsa, bu o demək ki, o rəqəmdir. Rəqəmdirsə, sən artıq B-yə 1 verəndə A-nı 8 alasan. Müəllim, 2-də verinmi? 2-ni verək, amma 16 alasan, 16-da rəqəm deyil. O zaman bu getdi. Burada sən nəyə götürməlisən? 8-1. 8-dən də 1 çıxanda doğru cavab B variantı 7 olmuş olur. Sonra keçdik növbəti 17-ci suala. Deyir, natural ədədlər üçün n-dən kiçik qiymət tapın. Çox sadə. Həm 6-ya bölünsün, həm 8-ə bölünsün, həm 12-yə bölünsün. Hansı ədəddir? 24. Və yaxud 6, 8, 12-nin nəyi? Çobu bitdi, getdi. Aydın oldu mu? Sonra keçirik 18-ə. Gənclər, 18-ci sualda biraz texniki problemlər var. Niyə görə? A və B natural ədədlərin sadə vurğuları ayrılışı A bərabərdir 2/5 vurulsun 3/m'dir. B də bərabərdir 2/m vurulsun 3/2 kimidir? İndi baxın, buradan 3/2-ni götürüb. Doğrudurmu? Sən avtomatik bura M-ə 3-də yaza bilərsən, 4-də yaza bilərsən, 5-də yaza bilərsən, 6-da hamısında 3/2 kimi götürüləcək də. Orada bir texniki problemə yol verilib. Ona görə onu yazmayın. Keçdik növbəti 19 deyir, əkub 54 və 72. Nə edəcəksiniz? 54-ü də sadə vurğularına ayıracaqsınız. 2-yə 27, 3-ə 9, 3-ə 3, 3-ə 1. 72-ni də sadə vurğularına ayıranda 2-yə 36, 2-yə 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. İndi biz onlara əkub tapmalıyıqsa 72-ni olduğu kimi yazırıq, vurulsun. 2 burada varmı? Var. 3 burada varmı? Bəs bu 3 burada var. Bu 3 burada varmı? Bəli, o da burada var. Bir dənə bu 3 yoxdur. Vurursan 3-ə eləyir 216. Doğru cavab A variantı olmuş olur. Növbəti keçirik 20-ci suala. Deyir, 150 ədədini 25-ə bölünməsindən alınan qalıq tap. Sonuncu 2 rəqəmi 25-ə bölünməni təyin edir. 54-ü 25-ə böləndə qalıqda 4 qalır. Vurulsun. Arada vurma var. 33-ü də 25-ə böləndə gənclər qalıqda 8 qalır. 4 8-in 32 eləyir. 32-nin özünü 25-ə böləndə bu səfər görürsən ki, qalıqda nə qalacaq? Avtomatik 7 qalmış olacaq. Sonra keçirik növbəti 21-ci suala. Deyir, x natural ədədini y natural ədədinə bölüşdür. Natamam qismətdə 8, qalıqda 5 alınır. Deməli, x ədədin y-ə böləndə natamam qismətdə 8, qalıqda 5 alınır. Deyir, x-in ən kiçik qiymətini tapın. Gənclər, x-in ən kiçik qiymətini tapmaq üçün sənə hər şeyi verib də qalıq 5-dirsə, bölən ən kiçik 6 ola bilər. Qutardı getdi, 5 də ola bilməz. Çünki bölən həmişə qalıqdan böyük olmalıdır. X-i tapan zaman bayaq dedim 6-nı 8-ə vur, qalığı üstünə gəl. Elədi 6, 8-in 48, o da 5, 53 olmuş oldu. Növbəti 22-ci sual. X-in yenə hansı rəqəm yazdıqda 6 rəqəm nədir? 9-a bölünər. Bax, 9-a bölünmə rəqəmlərin cəmidir. 8-in, 7-nin, 6-nın, 5-in cəmi toplamda eləyir 26.
Ora x-in yerinə elə ədədlər qoymalısınız ki, eyni ədədlər. Çünki bura müəllim bura 2 qoyun, bura 3 qoyun. Elə şey olarmı? X deyə eyni ədədlər qoymalısan. 26-dan sonra bax 27 gəlir, amma 27-yə qədər 1 vahid artmalıdır. Axı mən bura 0.5 0.5 yaza bilmərəm. Sonra 10 vahid artmalıdır da 36 olmalıdır ki 9-a bölünsün, düzdür? Bax 36-nı eləyə bilərəm, amma 5 yazsam, 2 yerə yazsam, avtomatik bu olmuş olacaq. Doğru cavab olacaq Y variantı. Sonra keçirik növbəti 23-cü suala. Diaqramda A və B natural ədədlər, müxtəlif sadə vurğular və onlara sayılar verilmişdir. Əbub A-B-ni tap. Deməli, burada tam işarələr görsənilmir, amma bunları mütləq şəkildə işarələrini tapıb nə etmək lazımdır? Bunları işləmək lazımdır. Tamam, çox da işarə göstərməyənə onun üzərində vaxt itirmək istəmirəm. 4/5-in natural bölənlərin sayını tapın. Baxın, 4/5-i gənclər biz necə göstərə bilərik? 2-nin üstü 2, üstü 5. Bu deyilir 2-nin üstü 10. Natural bölənlərin sayı 10-un üzərinə 1 gəlməklə tapır. Yəni, qüvvəti bir vahid artırmalı. 11 doğru cavab C variantı. Bu olur 24-cü sual. Sonra keçirik 25-ci sual. Aşağıdakı ədədlər həm 2-yə, həm də 5-ə bölünəni göstərin. Həm 2-yə, həm 5-ə bölünən 0 ilə bitə bilər də. 5-ə bölünmə şərti sonu, bu bölünməz 3 ilə, 0 5 ilə bitsə 5-ə bölünür də. Bu da bölünməz, bu da bölünməz. Bu, bir də bu. 2-yə bölünməsi sonu cüt olmalıdır. Cüt, axı, sonu 5 ilə bitən cüt ola bilməz. Onu getdi. İndi baxın. Deyir AB 2 plus 2BA 989-dur. Bax, bunları mən alt-alta yazaram. 2BA üzərinə gəlinsin AB2 989-dur. Bax, 7-nin üstünə 2 gələndə 9 eləyir. Sonra bu A-nı bura 7 yazanda 2-nin üstünə 7 9 eləyir. Burada 4 yazanda toplam elə 8 olmuş olacaq. Doğru cavab, o zaman A-dan B-ni çıxır. 7-dən 4 çıxanda doğru cavab 3 olmuş olacaq 26-cı sualda. Keçdi 27-ci sualda. 76-dan kiçik 70 ilə qarşılıqlı sadə olan nəticələrin sayını tapın. 76-nı sadə vurğulara ayırırıq. 2-yə böləndə 38, 2-yə böləndə 19, 19-a da 1. Baxın, qarşılıqlı sadə ədədlərin sayı belə tapılır. 72 vurulsun, 1 çıxılsın, 2-də 1. Bax, 2 dənə 2 var, amma 1-ini götürməlisən. Bir də 1 çıxılsın, 19-da 1. 19-da 1 çıxanda, indi bax, 72-ni vuracam. 1-dən 2-də 1 çıxanda 2-də 1, bir də 19-da 1 çıxanda 19-da 18. 19-la 2-ni vuranda 38 eləyir. Bundan gedir 2 qalır. 2-ni də 18-ə vuranda eləyir 36. Doğru cavab olur C variantı. Keçirik növbəti 28-ci. A və B ədədlərin hasili 4008, ortaq olmayan sadə vurulan hasili ise 12 olarsa Əbub AB-ni tapın. Əbub AB-nin belə bir düsturu var ki, Əbub AB bərabərdir kök altda A vur B böl C. Sənə 4800 olaraq bunun hasilini verib də. Gənclər, bax 4800-ü böləcəksən 12-yə. Buradan eləyəcək kökdə 400. Kökdə 400-dən neçə çıxır? 20 olmuş. O olur. Doğru cavab C variantı 28-də. Keçirik 29-a. Deməli, burada da Əkob AB-ni istəyir. O zaman Əkob AB-nin də belə bir düsturu var. Kökün altında A vur B vur C. Avtomatik olacaq kökün altında 1200 vurulsun 3. Bu deyilir. Deməli, kök altda 3600. Bundan da 60 çıxmış olacaq. Doğru cavab B variantı. Sonra keçirik 30-cu suala. Deyir ki, A natural ədədin üçün 2 vurulsun Əkobu A-dan 1. Biz bilirik ki, Əkob onların hasilidir. Çünki qarşılığı sadədir. A-nı 1'ə vuranda A eləyir. Olur 2A plus Əbubu da onların 1'dir. O zaman 5'i də bu ifadə 1-dirsə 5'i də 1'ə vuranda 5 eləyir. Bərabərdir 37. Buradan 2A bərabərdir 37'dən 5 çıxanda 32 qalır. A da buradan 16 qalmış olacaq. Doğru cavab Y variantı. Bugünlük bu qədər gənclər. İnşallah növbəti sınavımız elə natural ədədlərə aid olacaq, amma biraz ağırlaşdırılmış versiyada olacaq. Bizi izləmədə qalın. İnşallah gələn dəfədə natural ədədləri bitirib keçirik adi olmuş kəsrlərə sırayla. Oldu. Özünüzdən müğayət olun. Növbəti izahlarda görüşərik. Sağ olun.